Salam. Bugünkü baxımımız olacaq. O məndən niyə görə ayrıldı? Niyə görə belə elədi? Niyə görə getdi? Səbəb nə idi? 3 variant eləyəcəm. Birinci variant. 2 3. Səbəb nə idi? Niyə görə ayrıldı? Qaşları da qoyaq, qaşlarla da seçə bilərsiniz, belə də seçə bilərsiniz ki, mən necə rahatdırsa. Başlayaq birinci variantla. O niyə görə getdi, niyə görə ayrıldı, səbəb nə idi? Birinci variant seçənlər onu deyə bilərəm ki, o bir dəfəlik gedib həqiqətən. Yəni münasibətlər onun üçün keçmişdə qalıb. Və səbəb nə idi, niyə görə getmisən? O gedib ona görə ki, belə lazım idi. Ona başqa həyat lazım idi. Sizinlə olan həyat çox variant olar burada. Mən onu deyə bilmərəm. Elə bir ki, artıq bu həyatda sizinlə münasibətlərdə o yaddaşmışdı. Yad hiss edirdi. Sanki öz həyatımı yaşamıram kimi. Bu mənim həyatım deyildi kimi. Hisslər varmı? Hisslər var. Sadəcə o elə bir ki, başqa həyata. Bəlkə ola bilər onun ailəsi istəmədi, o başqa münasibətlərə gedəsi oldu sizə. Sevgi var idi burada. Amma keçmişdə qaldı. Hisslər var idi. O bağladı bu söhbəti. Mən gedirəm, başqa həyat yaşayacağım, bu həyatı istəmirəm. Yenə deyirəm, çox adam baxır, çox variant ola bilər. Sadəcə mən görürəm ki, nəsə əngəllər var idi və o bu həyatda artıq özünü görə bilmirdi. Bu həyat onun üçün artıq başqa həyata getmək istəyirdi. Başqa insanla münasibət, başqa həyat, evliliyimi, çox variant ola bilər burada. Sevgi var idi mi? Var idi. Sadəcə bu həyat mənim deyildi. Gecə tez onsuz da bitəcəkdi. Çoxunda bu gizli münasibət kimi ola bilər, ailəsindən gizli, ola bilər anasından, atasından, bilməm kimdənsə də, ya baxan tərəfin, ya qarşı tərəfin həyatında kimsə var idi. Onsuz da gecə bu yalanın sitaş olacaqdı. Onsuz da hörmətsizlik olacaqdı. Onsuz da. Yəni bu fikirlər onu rahat qoymadı və getmək qərarına gəldi. Getmək səbəbi budur, amma sevgi var idi. İkinci varianta keçirik. O niyə görə ayrıldı, niyə görə getdi? Fant. İkinci variant seçənlər bu, əgər sizin ailənizsə bu varianta baxın, ailəniz deyilsə bu variantı izləməyin. Çünki burada mən boşanma görürəm, münasibətdən getmək yox, ayrılıq, əməli başda boşanma görürəm. Niyə görə getdi bəs? O getmədi, onu apardılar. Cez magiya, onu apardılar, soyutdular. O getmədi, onu apardılar. O indi də münasibətdədir həmin adamla. O ondan əl çəkmək də istəmir, möhkəm tutub qız onu. Qızdırsa, bəzilərin doğan ola bilər, artıq variant kim seçirsə də. Çünki bu dəqiq açılım, yəni insanın adına olan açılım deyil, ümumi açılımdır, çox variant, çox adam baxacaq buna. Sadəcə getmədi, onu apardılar magiya ilə, artıq onun iradəsi öz əlində deyildi. Qız bunu möhkəm istəyir, möhkəm yapışıb ondan və aldı, apardı. İstədi, aldı, apardı. Hadi üstüm. Üçüncü varianta baxırıq, o niyə görə getdi? Səbəb nə idi? Ayrılıq səbəbinə baxırıq. Əslində sizi rahat, ağıllı qadın sayırıq. Və sonda niyə getmişsən, niyə ayrılmışsan? Nəyinsə sirri açıla bilərdi. Nəyinsə üstü açıla bilərdi. Və bu onun üçün yaxşı bitməzdi. O gedəndə də dəqiq qərar verməmişdi.
Əslində görünür ki, bu insan münasibətlərə başlayanda qısa müddətli bir şey nəzərdə tutmuşdu və sonradan artıq bağlanmağa başladı. Və bu bağlanma bunun çox xoşuna da gəlmədi. Və bunda da qəlbə birinci variantda daha çox oxşadı bu. Sonu yox idi. Sonu yox idi, istəmədi. İstəmədiyi daha çox sonu yox idi. Yəni bunun davam elətdirməyin bir mənası yox idi onun gözündə. Mən onsuz həyatımı seçmişəm, mənim öz həyatım var. Mənə əlavə bir şey, yəni əlavə problem gətirəcək mənə. Başa düşdüm. Başa düşdüm. Amma baxmayın ki, o gedib, o çarəsizdir deyə gedib. Yəni o çox da xoşbəxt deyil getməyindən. Elə bir ki, gedir, gözü arxada qalır. Bax, belə bir vəziyyətdir. Bugünlük bu qədər. Kommentlərinizi gözləyirəm. Sizə daha hansı mövzular maraqlıdır. İzlədiyinizə görə təşəkkür edirəm. Videoları bəyənməyi unutmayın. Çox sağ olun. Sağ olun.